Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd. En birinci Allah Teala'nın bütün nimetlerine göre Allah'a çoklu şükürler olsun. Ve sonra sevgili arkadaşlar biz hemşe tanışırız ki günahlar insana tesir ediyor. Yani insanın günahlar etmesi onu Allah'tan uzaklaştırır, dindən uzaklaştırır, xeyr əməllərdən uzaklaştırır və yaxşı əməllərdən uzaklaştırır ümumiyyətlə. İnsana təsir edir. Yəni günahların insana böyük təsiri var. Həm bu dünyasına, həm də ahirətinə. Və həmişə biz sevimli sələflərimizdən misallar gətiririk. Onlar həmişə açıq olublar, düz olublar hər bir məsələdə. Və deyir, sələflərdən birisi deyir ki, bir günah ettim, bir il gecə namazına dura bilmədim. Bir günah ettim, bir il gecə namazına dura bilmədim. Yəni, məhrum oldu, bir il. Və başqa birisi deyir ki, mən bir günah ettim, Quranı anlamaqdan məhrum oldum. Yəni, çətinlik çəkdim. Yəni, nə vaxta kimi ta tövbə eləyib, hələ bir günah, nə qədər tövbə eləyirsən, təmizlənirsən, yəni asan təmizlənmir. Yəni, sən tövbə elədin, nə olmur ki, yəni, o tövbə təmiz olmalıdır. O tövbəyə gerək ağlayasan o günaha görə, çətinlik çəkəsən, yəni o günahı xatırlayanda pis olmalıdır. Və İbn-i Qayyim rəhmətullah aleyhi buyurur ki, فَمَا أَذْنَبَ عَبْدٌ ذنبا إلا زالت عنه نعمة من الله بحسب ذلك الذنب فإن تاب ورجعت إليه وأمثالها وإن أصر لم ترجع إليه ولا تزال الذنوب تزيل عنه نعمة حتى تسلب النعم كلها. İbn Qayyim rahmetullah aleyhi deyir ki, eğer kul bir günah eləyirsə, ondan bir nemət silinir, yəni götürülür. İtdiyi günahın, yəni misalına, nə qədərsə, necədirsə, o cür, yəni ona mislində. Və əgərləri o qaydarsa, tövbə eləyib qaydarsa, nemət də ona qaytar. Yox, onda davam eləyərsə və günahlar çoxaldıqca, yavaş-yavaş ondan nemətlər bir hamısı gedər. Hətta nemətlərin hamısı ondan götürürlər. Nemət nədir? Nemət deyək biz hamısı insanlara çox pul başa düşür. Nemət çoxdur insana. Sağlamlıq neməti, ibadətlərdə, doğru yolda olmaq, doğru danışmaq, haramlardan çəkinmək, dürüst olmaq, təmiz olmaq. Bunlar hamısı nemətdir. Yəni Allah tərəfindən verilən bir nemətdir. Yəni onlar hər adama verilmir. Yəni doğru olmaq, düzgün olmaq, əqidədə, dində, yəni insanlıqda, hər bir şeydə, əxlaqda, hər bir şeydə nədir? Bunlar hamısı neymətdir insan üçün. Onlar da neymətdir. Ən gözəl neymət də doğru yolda olmalıdır. İman neymətidir. Allah subhanətələrin səni yaradanı tanımaq və ona tabi olmaq. Və nədir? Bugün məsələn görürsən ki, biri düz başa düşmür. Ola bilir ki, nəyə görətsə və yaxud da məsələn gecə namazına dura bilmir, cəmaat namazına gələ bilmir. Namazları vaxtında qıla bilmir. Nəyə görədir onlar hamısı? Hamısı ona etdiyi günahları yedi, qaraltır. Bir dəfə Məscid-i Nəbəvidə, Mədinədə Peyğəmbər sallallahu əleyhi və səlləm məscidində təravih namazı qılırdıq. Bilirsiniz ki, təravih namazından sonra qunut duası var. Və imam da Şeyx Hüzeyfə idi, hafizəhullah və dua edirdi. Və dedi ki, Şeyx duasında dedi ki, ey Rəbbimiz bizi bağışla, günahlarımız bizi ağırlaşdırıb və şeyx başladı ağlamağa və bütün məscid başladı ağlamağa. Günahlar bizi ağırlaşdırıb. Yəni o nə demək istəyir? O bunları bilirdi şeyx. Hafizəhullah, yəni ki, məsələn, xeyr işlər görməyə. Yəni xeyr işlərin ən yaxşısı namazdır, ibadətdir və doğru düzgün imandır, əqidədir. Bunlar da ən birinci. Sonra onlardan sonra əməllər. Deməli, sən onları eləyə bilmirsənsə, bil ki, günahların var. Və günahlarda təmizlənməmişsən onlardan. Onlar yığılıb qalır. Ona görə də, yəni günahlar insanı məhv edir. Günahlar insanı məhv edir, cəmiyyəti məhv edir. Bir ölkəni məhv edir.
Məsələn, müharibə olur, aclıq olur, xəstəlik gəlir, quraqlıq olur, yerin dibinə gidir və s. və s. Tsunami, zəlzələ, bunlar hamısını bugün görürük. Bunlar hamısı günahlara görədir. Yəni, nə bilim, hava belə getdi, o birisi belə gəldi. Bunlar səbəbdir. Yəni, onun bunu. Amma onu idarə edən var. Elhamdülillah, Allah bizi qorusun. Allah bizə rəhm eləsin. Günahlar, hətta, nədir? Quraqlıq olur, heyvanlar yanırlar, əziyyət çəkirlər sudan, əziyyət çəkirlər. Deyir, Allah Adəm övladına lənət eləsin ki, onun etdiyi günahlara görə biz də əziyyət çəkirik. Təsəvvür, heyvanlar da lənət edir. Heyvanlar da əziyyət çəkir. Baxmayaraq ki, bugün heyvan sevənlər çoxdur və əməlləri, nədir? Baxırsan ki, heyvanlara zülm edirlər, etdiyi əməllərlə. Onlara baxmamaq. Yəni, heyvanları sevirsənsə, Allah Taala'nın yaratdıqlarıdır. Yəni, onlar üçün elə əməllərlə ki, məsələn, sənə lənət oxumasınlar. Yəni, rahat olsun onlar üçün də. Onlar qoyur üzvləri yesinlər. Əlmühim, Allah bizi bağışlasın, Allah bizə rəhm eləsin. Allah Teala bizim bilə-bilə etdiyimiz, bilməyib etdiyimiz günahlarımızı bağışlasın. Allah bizi sabit eləsin. Allah ölkəmizi qorusun. Şərdən, fitnə əhlindən, düşmənlərdən. Allah onların fitnələrini öz başlarında çatlasın. Allah ölkə başımızı qorusun, o xeyir üzərində etsin. Bütün işlərinə uğur versin, bizim üçün xeyirli etsin. Allah SWT onun haqqını cərsi etsin. Allah əsgərlərimizi, hərbiçilərimizi qorusun. Allah ölkəmizin əmin-amanlığını qoruyanlarımızı qorusun. Allah xəstələrimizə şəfa versin, çətinlikdə olanlara hamısına yardım etsin. Allah SWT eşidən, görən, duaları qəbul edəyəndir. Subhanək Allahumma bihamdik. Nəşhədə ən la ilahə illə əntə nəstəğfiruka və nətubu iləyik.